Bu dəfə yağı daha sağlam şəkildə əritdim və südündən isə yumşaq Qarabağ kətəsi hazırladım. Bu gördüyünüz yağ 82% Ukrayna kərə yağıdır. 5 kiloluq qutularda saxlanır. Bu yağ Sovetin vaxtının kərə yağlarının dadını verir. Yağları Baku İkra səhifəsindən əldə edə bilərsiniz. 2 kilosunu ayırıb səhər yeməyi və şinyatlar üçün ayırdım. Qalan hissəsini isə astaxodda tam əritdim. Sonra soyuducuya qoydum. Tam bərkidikdən sonra yağda dəliklər açıb südünü yağdan ayırdım və yenidən ocaq üzərinə qoydum. Yağ bu cür şəffaf olduqda deməli hazırdır. Burada yağımız bir balaca soyuduqdan sonra onu bankalara yerləşdirirəm. Yağın rəngini görürsünüz də necə gözəldir. Ətri isə bir başqa aləmdir. Bu isə biraz donmuş forması. İndi isə nəzərinizə İkra Bakunun Kamçatkadan belə plomplum şəkildə gələn Axoto Mori qırmızı ikralarını çatdırmaq istəyirəm. Belə qablaşmasından dadının da necə gözəl və möhtəşəm olduğunu artıq təyin etmək olar. İkranın rənginə, şəffaflığına, gözəlliyinə bir baxın. Hələ üstəlik belə dadlı yağla da birlikdə yemək. Özünüzə bu ləzzətləri dadmağa imkan verin. Təşəkkürlər Baku İkra. İndi isə Qarabağ kətəsinin xəmirini hazırlayıram. Dərin bir qaba süd, şəkər tozu və maya əlavə edib qarışdırdım. Bir yumurta və digər yumurtanın yığdığım köpüklə birlikdə kərə yağı, vanil, qarışdırıb 4 stəkan yarım unu hissə-hissə əlavə edirəm və yumşaq, ələ yapışmayan bir xəmir yoğururam. Üzerini bağlayıb 1 saata kimi gözlədirəm. O müddət ərzində içliyi hazırlayıram və yenə dərin bir qaba şəkər tozu, yağ, vanil, unu ovuntu halına gələnə qədər qarışdırıram. Amma ovucda sıxdıqda isə bu cür topalanmalıdır. Bu arada xəmirimiz də çox qəşəng gəlibdir. Uzunsov forma verib 6 hissəyə ayırıram və bir balaca havasını çıxarıb kündə forması verdim. Üstünü də streçləyirik ki, qalıb qurumasınlar. Xəmiri bir barmaq qalınlığında yayıb üzərinə 3 dolu xörək qaşığı içlikdən qoyuruq. İçliyi hər dəfə qoyduqdan sonra üzərinə basıb presləmək lazımdır. Onda qıraqlarını daha rahat bükmək olur və birləşdirdikdən sonra üzərinə yenə də bir neçə dəfə yayıb enlədirik. Nəlbəki boyda oldusa kifayət edir. Üzərinə yumurta sarısı və süd qarışımı çəkirik. Çəngəllə istədiyiniz bəzək formasını verə bilərsiniz və mütləq dəliklər açırıq ki, şişməsin. Bişəndə dəhşət gözəl ətri yayılır evə. Artıq qıpqırmızı kətələrimiz hazırdır. Yumşaq pambıq kimi. İçliyi isə bol və ləzzətli. İnanın ki, bir dəfə hazırlayın, dadından doymayacaqsınız. Hər zaman hazırlamaq istəyəcəksiniz. İndidən bişirənlərə nuş olsun.